Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün elektroz bölməsinə yeni əlavə olunmuş sual nizamını təqdim edəcəm. İlk öncə qeyd edim ki, bizə lazım hissə bura deyil, 20 qram kütlədən sonraki hissədir uşaqlar. İlk öncə uşaq nəyə diqqət etməlidir? Bilməlidir ki, burada gümüş nitrat elektroz edəndə katodda və anodda hansı proseslər baş verir? Gəlin yazaq. Deməli, gümüş nitratı elektroz edək biz. Burada alınacaq katodda metal özü, anodda oksigen, məhlulda isə turşunun özü alınacaq uşaqlar. Əmsala baxsaq 4 mol, 2 mol, bura 4 mol, burada 4 mol düşəcək uşaqlar. Və uşaq nəyə diqqət etməlidir? Görür ki, gümüşün kütləsi 20 qram idi. Prosesdən sonra 22,16 qram olub. Yəni nə qədər gümüş çöküb bu əşyanın üstünə? 22,16-dan çıxarsan 20 qram, tapacaqsan burada 2,16 qram gümüş əşyanın üstünə çöküb. Ondan sonra prosesə baxıram. Görürəm ki, 4 mol gümüş alınıb. 4 mol gümüş neçə qram eləyir? 432 qram və 1 mol da oksigen qazı ayrılır. Yəni ki, uşaqlar 432 qram deməli gümüş çökəndə anodda 1 mol oksigen qazı ayrılır. Bizdə 2,16 qram çöküb. Baxın, görək 2,16 qram çöksə nə qədər anodda qaz ayrılır. Bu da eləyəcək uşaqlar 1000-də 5 mol.